sinifi görən gözün getsin imtahanın qrammatikasını görsün. İşte bu qədər, çox asan da olur. Mətni çətin olur, dinləməsi çətin olur, mətni düşündürücü olur. Aha, deməli bizim bugünkü mövzumuz hansı mövzudur? Bizim bugünkü mövzumuz bağlayıcı sözlərdir. Bağlayıcı sözlərin ingilis dilində bir adı da conjunctive words gedir. Əslində conjunctive words başlığı altında gedən bağlayıcı nisbi əvəzliklərdir bunlar. Deməli gəldik biz birinci who'ya. Who olan, who kimə aiddir? Who insana aiddir. Who ilə biz nə veririk? Who ilə biz veririk zət. Who ilə biz nə verəcəyik uşaqlar? Who ilə biz verəcəyik zət. İkincidə which. Which nə deməkdir? Which deməkdir hansı. Kimə aid olur? Which adətən aid olur cansıza. Which ilə mən nə verəcəm? Which ilə mən verəcəm zət. Yaxşı. Sonra gəldik whom'a. Whom nə deməkdir? Whom deməkdir kimi, kimə. Sadəcə who ilə whom'un fərqi nədədir? Hər ikisi insana aiddir. Who'dan sonra feil gəlir. Who'dan sonra feil gəlir. Birbaşa feil gəlir. Whom'dan sonra şəxs əvəzliyinin adlı xalı, he,